Qul haqqı, Allaha şərik qoşmaq, ataya, anaya zülm edənləri necə bağışlayarmı deyində belə bir yorum yazıblar burada. Ümumiyyətcə bunu yadda saxlamaq lazımdır ki, uca Allah tövbə etdikdə insanın bütün günahlarını bağışlayır. İnsan günahından peşman olub, tövbə eləyib, səmimi olarsa tövbəsində Allaha dönərsə, Allah Taala bütün günahları bağışlayır. Quran-Kərimdə açıq-aşkar bunu bizlərə bildiribdir Allah Taala. O ki qaldı ki, qul haqqı bu burada istisnadır. Yəni bir insanın haqqına giribsə günah işləyərkən, o insandan gedib halallıq almadığı təqdirdə tövbə etsə onun tövbəsi qəbul deyil, yəni səhih deyil. O yüzden qul haqqına giribsə bir insan ilk növbədə gedib həmin o quldan, insandan halallıq alacaq, ondan sonra tövbə eləyəcək Allaha. Yəni quldan halallıq alandan sonra. Bu da uca Allahın nə qədər ədalətli olduğunu göstərir ki, Allah Taala qul haqqına qarışmır. Qulun haqqını qulla qulun arasında buraxıb. Yəni qulla qulun arasındadır, qulun haqqına qarışmır Allah Taala. Bu Allahın adil, ədalətli olduğunu göstərir. O ki qaldı ki, Allaha şərik qoşmaq İslam dinində ən böyük günah, ən böyük zülmdür. Yəni bir qulun edə biləcəyi ən böyük günahdır Allaha şərik qoşmaq. Necə ki Quran-Kərimdə Allah Taala bunu bildirib bizlərə. Amma bir insan əgər Allaha ortaq qoşubsa, hər hansısa bir məxluqu, hər hansısa yaradılmış bir şeyi Allaha ortaq qoşub, şərik qoşubsa, yenə də o günahından peşman olub, ona ölüm gəlməmiş, tövbə eləyib Allaha dönərsə, şübhəsiz ki Allah Taala onu əfv eləyər, bağışlayar. Amma insan gərək tövbəsində səmimi olsun və o əməlini tərk eləyib Allaha qayıdarsa, təbii ki Allah Taala onu əfv eləyər, bağışlayar. Və qaldı ki, ataya, anaya zülm edənlər, ataya, anaya zülm eləmək, ata-anaya qarşı çıxmaq, onları incitmək, onları söymək, onlara əziyyət vermək, bu böyük günahdır, şiddətli günahdır. Onları incitmək, yəni ümumiyyətlə ağ valideyn olmaq, bu şiddətli günahdır, böyük günahdır. İnsan Allahdan qorxmalıdır bu məsələdə. Əgər valideynə qarşı çıxıbsa, yenə də ölüm gəlməmiş ona, tövbə eləyib, o əməlindən qayıdarsa, peşman olarsa, qayıdarsa, təbii ki, Allah Taala onu bağışlayar, onu da, yəni əfv eləyər, onun da tövbəsi var. Yəni tövbə eləyərsə və səmimi qəlblə tövbə eləyərsə, günahından peşman olarsa. Çünki valideyni incitmək, valideynə qarşı çıxmaq olmaz. Yəni bu böyük günahdır. İnsan dünyəvi işlərdə valideynə itaət eləməlidir. Hətta valideyni kafir olsa belə, yenə də valideynə itaət eləməlidir. Yəni valideynə qarşı çıxmaq, onları incitmək, onlara əziyyət vermək bu böyük günahlardandır. Kiçik günahlardan yox, böyük günahlardandır. Allah qorusun, yəni insan bu məsələdə Allahdan qorxmalıdır. Amma o ki qaldı ümumən tövbə etməyə, yəni Allah Taala tövbələri qəbul edəndir, tövbələri qəbul edəndir, bağışlayandır, rəhimlidir. Quran-Kərimdə bildirib bizlərə Qafurdur, Qaffardır. Yəni burada sadəcə istisna qul haqqıdır ki, insan qul haqqına əgər giribsə, o quldan gedib halallıq almalıdır və sonra tövbə eləməlidir.